Sərhəd polisi və Dövlət Təhlükəsizlik Xidməti 3 nəfəri saxlayıbdır. Saxlanılan şəxslər Gürcüstan-Türkiyə dövlət sərhədində bir şəxsi qanunsuz keçirməyə cəhd göstərməkdə ittiham olunurlar. Onlar Sarpi sərhəd keçid məntəqəsi vasitəsilə bir şəxsi gizli yolla ölkədən keçirməyi planlaşdırıblar. Məhkəmə qərarı əsasında sərhəd polisi sərhədin qanunsuz keçirilməsinə hazırlıqla bağlı nəzarətli alış əməliyyatı həyata keçiriblər. Fakt gizli audio video çəkilişlə qeydə alınıbdır. Saxlanılan şəxslərdən götürülmüş pul vəsait maddi sübut kimi saxlanılıbdır. Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 5 ilədək həbs cəzası gözləyir. Macarıstan polisi Belarus vətəndaşları olan 2 nəfəri narkotik ittihamı ilə saxlayıbdır. Onlardan yarım kiloqrama yaxın 100 bağlamada qablaşdırılmış marixuana götürülübdür. Faktla bağlı istintaq aparılır. Təqsirlənilən şəxsləri 8 ilədək həbs cəzası gözləyir. Miqrasiya Departamenti son günlər ərzində 43 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib. Deportasiya edilənlər Rusiya, Hindistan, İran, Türkiyə, Türkmənistan, Pakistan, Misir, Azərbaycan, Bangladeş, Efiopiya, İordaniya və Tacikistan vətəndaşlarıdır. Bildirilir ki, cari il ərzində deportasiya olunanların sayı 1200 nəfərə çatıbdır. Deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağası tətbiq olunub.